Mixail Kavelaşvili Svetiçxovla bayramı münasibətilə 70 nəfəri əfv edib. Əfv olunanlardan 42 nəfər azadlıqdan məhrum edilməmiş şəxslərdir. 24 nəfər azadlıqdan məhrum etmə cəzası çəkirdi. 4 nəfərin isə məhkumluğu tamamilə aradan qaldırılıb. Bugün Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan milli futbol komandası Türkiyə yığması ilə qarşılaşacaq. Maç Tbilisi vaxtı ilə saat 22:45-də başlayacaq. Türkiyə-Gürcüstan oyunundan əldə olunacaq gəlirlər Qəzza xalqına bağışlanacaq. Türkiyə Futbol Federasiyası açıqlayıb ki, 2026 FIFA Dünya Kuboku Avropa seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə-Gürcüstan oyunundan əldə edilən tribuna gəlirləri Qəzza xalqına ianə ediləcək. Zalqa bələdiyyəsinin Darakovi kəndində küçə itində quduzluq aşkarlanıb. Qida Təhlükəsizliyi Milli Agentliyinin məlumatına görə baytarlar hadisə yerində araşdırma aparıb və laborator müayinələr nəticəsində xəstəlik təsdiqlənib. Ərazidə dərhal karantin tədbirləri görülüb, heyvanlar peyvəndlənib, dezinfeksiya işləri aparılıb. Bu il ölkə üzrə heyvanlarda quduzluğun 6 halı qeydə alınıb. Hakim Gürcü Arzusu Partiyası aksiyalar zamanı qayda pozanlara qarşı cəzaların artırılmasını nəzərdə tutan yeni qanun layihəsini təqdim edib. Yeniliyə görə maska taxan, yolu bağlayan və ya ictimai əsayişi pozan şəxslər 15-20 sutkaya qədər inzibati həbs olunacaq. Təkrar hallarda cəza 1 ildən 2 ilədək azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Oktyabrın 14-ünə olan rəsmi məzənnəyə əsasən 1 dollar 2 lari 71 tetri, 1 avro isə 3 lari 14 tetriyə bərabərdir.